Vətənpərvər cəmiyyət üçün vətənpərvər gənclik, onun üçünsə vətənpərvər uşaqlar yetişdirmək əsas şərtdir. Çünki vətənpərvərlik xüsusiyyətləri elə uşaqlığımızdan inkişaf edir. Uşaqları və gəncləri bir araya yığan Azərbaycan Doğma Diyarımdır adlı vətənpərvərlik yay istirahət düşərgəsində də bunun şahidi olduq. Respublikanın müxtəlif rayon və şəhərlərində, o cümlədən Qubada, Xaçmazda, Lənkəran şəhərində, Göygöl rayonunda, Qax rayonunda, Şəkir şəhərində, yəni artıq ötən illər ərzində düşərgələr keçirilib. Bu il də 3 növbədən ibarət Quba rayonunda və Lənkəran şəhərində bu düşərgələr keçirilir. Düşərgə gənclərin ürəyincə idi. Bu da təəccüblü deyil. Çünki düşərgənin proqramı olduqca rəngarəng təşkil olunmuşdu. Çox danışmadan istirahət, idman, intellektual oyunlar və bir-birindən maraqlı mühazirələr desəm yəqin ki, kifayət olar. Əlbəttə ki, bu görüntülərdən sonra təəssüratları öyrənməsək olmazdı. Hərbi düşərgələrdə çox olmuşdum, ancaq Quba şəhərində birinci dəfə ilə olurdum. Çox yaxşıdır, burada biz hərbi xidmətə hazırlaşırıq. Səhər tezdən dururuq, idman edirik, axşamları idman edirik, himnimizi oxuyuruq. Səhər yuxudan durmaq bəzən çətin olur, o da mənim kömək eləyir bizə. Bəs buradakilərin çoxu böyükdür də, sən onların içində yaşca ən balacasan. Sənə çətin deyil ki, onlara çatmaq, onlar kimi eyni vaxtda yuxudan durmaq çətin deyil? Çətin deyil, hər şey rahatdır. Ofislər kimi rahat dururam, ofislər kimi yaxşı oluram, yeməyi yaxşı yeyirəm. Xoşlamadığım belə bir şey yoxdur. İştirakçılar istirahət etmək və yeni biliklər qazanmaqla yanaşı Qubanın tarixi mədəni abidələrini də ziyarət etdilər. Onların növbəti səfəri Quba kütləvi soyqırım məzarlığına idi ki, biz damag olaraq onlara qoşulduq. Məktəblərə gərgin məktəb tədris ilindən sonra həm gözəl istirahətdir, həm eyni zamanda əməkdaşlıq, dostluq səviyyəsində onlar əlaqələrini genişləndirirlər. Eyni zamanda vətənpərvərlik mövzusunda milli ideologiyamızın yaxşı öyrənilməsi baxımından bu istirahət dövrünü çox səmərəli keçirirlər. Və beləcə maraqlı bir günün sonuna gəldik. Biz paytaxtda yola düşürük, iştirakçılar isə düşərgə ərazisinə.